Salam əziz şagirdlər. Hər birinizə yeni tədris ilində uğurlar arzu edirəm. Bugünkü dərsimiz 7-ci sinif Azərbaycan tarixinin feodal münasibətlərinin inkişafı adlanan birinci mövzusudur. Əziz şagirdlər, gəlin bizə təqdim olunmuş cədvələ nəzər salaq. Burada biz Azərbaycanda və Avropada feodal münasibətlərinin mövcud olduğu dövrü, kəndlərin vəziyyətini və feodalların təsərrüfatını müqayisə edəcəyik. Azərbaycan ərazisində feodal münasibətləri 3-cü əsrdən 19-cu əsrin ikinci yarısına qədər davam etmişdi. Avropada isə bu vəziyyət 5-ci əsrdən 17-ci əsrin ortalarına qədər getdi. Kəndlərin vəziyyətinə nəzər salsaq görərik ki, Azərbaycan ərazisində yaşayan kəndlilər təhkimli deyildilər. Yəni onların feodallardan heç bir şəxsi asılılığı yox idi. Avropada isə tam tərsinə kəndlilər təhkimli idi. Yəni feodallardan şəxsən asılı vəziyyətdə yaşayırdılar. Azərbaycan ərazisində feodalların şəxsi təsərrüfatı demək olar ki, yox idi. Çünki Azərbaycanda olan suvarma sistemini yaratmaq böyük zəhmət tələb edirdi. Avropada isə feodalların xüsusi təsərrüfatları var idi. Sasanilər bu dövrdə Xəzər sahili ərazilərdə möhkəmlənmək və şimaldan gələn türk tayfalarının axınının qarşısını almaq məqsədi ilə şimalda müdafiə divarları, istehkamları inşa etməyə başladılar. Belə divarlardan biri də məşhur Dərbənd səddidir. Bu dövrdə Sasani şahları əhalinin köçürülməsi siyasətini aparırdılar. Məqsəd isə etnik dayaq yaratmaq idi və bu məqsədlə Şimali Azərbaycana farsdilli tayfalar məskunlaşdırılmışdı. Erkən orta əsrlərdə Azərbaycan ərazisində türk tayfalarının da axını baş vermişdi. Bunun nəticəsində dil birliyi yarandı, vahid xalqın yaranması prosesi sürətləndi. Bu dövrdə, yəni 6-7-ci əsrlərdə Azərbaycanın cənubu və şimalının vahid dövlətdə birləşməsi nəticəsində etnik mədəni birlik baş vermişdi. 7-ci əsrdə Azərbaycanda türk ədəbi dili formalaşmışdı. Kitab-ı Dədə Qorqud dastanı yaradılmışdı. Xatırladaq ki, dastanın 1300 illiyi 1998-ci ildə qeyd edilmişdi. Diqqətinizə görə təşəkkür edirik.